İranda baş verənlər diqqətləri Rusiyaya yönəldib. İranla bağlı yaşananlar Rusiyaya da sirayət eləyəcəkmi? Vladimir Putini də bu acı aqibət gözləyirmi? Qlobal infaza danışan politoloq Rəşad Bayramov deyib ki, geosiyasi reallıq və dövlət quruluşları nəzərə alındıqda İran və Rusiya modellərini eyniləşdirmək düzgün olmaz. İlk növbədə İranın teokratik sistemi ilə Rusiyanın prezidentlik modeli arasında fundamental fərq var. Putinin fiziki təhlükəsizliyi məsələsinə gəldikdə politoloq bildirib ki, Rusiya prezidenti yüksək səviyyəli təhlükəsizlik rejimi ilə qorunur. Stat: Xarici güclərin bir nüvə dövlətinin liderinə qarşı birbaşa sui-qəsd həyata keçirməsi beynəlxalq sistem üçün son dərəcə riskli prezident olardı. Bu cür addım birbaşa geniş miqyaslı müharibə riskini artırar. Hazırda Rusiya daxilində Putinin mövqeyinə baxdıqda görürük ki, onun mövqeyi Ukrayna müharibəsi fonunda həm möhkəmlənib, həm də sınağa çəkilib. Müharibə onun legitimlik narrativinin əsas elementinə çevrilib. Başqa sözlə desək, Kremlin təqdimatında bu dırnaqarası qərbə qarşı müdafiə savaşıdır. Rəşad Bayramovun sözlərinə görə uzun müddətli müharibə iqtisadi və sosial yük yaradır. Sanksiyalar, hərbi xərclər və beynəlxalq təcrid Rusiyanın iqtisadi potensialını məhdudlaşdırır, bu da Putinin mövqeyini sınağa çəkir. Burada əsas məsələ Putinin taleyindən çox Rusiyanın siyasi sisteminin davamlığıdır. 2020-ci il konstitusiya dəyişiklikləri prezidentlik müddətinin uzadılmasına imkan verdi və hakimiyyət daha da mərkəzləşdirildi. Bu da o deməkdir ki, Vladimir Putin səhnədən çəkilsə belə, sistem dərhal dağılmaya bilər. Hakimiyyət təhlükəsizlik elitası və siyasi dairələr arasında yenidən bölüşdürürlər. Lakin dövlət institutları fəaliyyətlərini davam etdirər. Politoloq onu da əlavə edib ki, geosiyasi baxımdan Rusiyanın Qərb ilə münasibətlərinin yaxın perspektivdə normallaşacağı ehtimal olunmur. Əsas risk fiziki təhlükəsizlikdən çox uzunmüddətli müharibənin iqtisadi və siyasi nəticələridir. Rusiyanı yaxın illərdə gözləyən əsas çağırış liderlərin taleyindən çox müharibənin necə və hansı şərtlərlə yekunlaşacağı məsələsi olacaq, politoloq bildirib. Yazını tam halda şərh bölümündəki linkdən oxuya bilərsiniz. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.